Yaz və yay aylarında pasientlərin meyvə bolluğunu nəzərə alarıqsa, verdikləri ən çox sual da meyvələrdən doktor nə yeyə bilərəm? Bu olur. Və ona görə də bugün bu mövzunu bir qədər açmaq qərarına gəldim. Ümumiyyətlə, meyvələr niyə faydalıdır? Birincisi, meyvələr dadlı olmaqla yanaşı da liflərlə çox zəngin olduğuna görə bağırsaq fəaliyyətinin və bağırsaqda yerləşən, bağırsaqda fəaliyyət göstərən bakteriyaların həyat fəaliyyəti üçün çox önəmli hesab olunur və həzmin yaxşılaşması, köp və qaz şikayətlərinin olmaması üçün meyvələrin istifadəsi məsləhət görülür və qəbizliyin aradan qaldırılmasında əsas faktorlardan biri hesab olunur. Həmçinin meyvələrin tərkibindəki polifenollar, antioksidantlar orqanizmdə iltihabi prosesləri azaldır, ürək-damar xəstəlikləri riskini azaltmış olur. Gündə 400 qram meyvə-tərəvəz boşqabı, yəni 1-2 meyvədən çox olmayaraq orqanizmdə ümumi xəstəlik və ölüm riskini azaltdığı sübut olunmuşdur. Bəs meyvə şirəsi də meyvə qədər faydalıdırmı? İlk öncə onu deyim ki, meyvə şirəsi çıxardan zaman biz bir yox, bir neçə ədəd meyvəni istifadə edirik və bu zaman meyvənin tərkibində olan lifləri meyvədən ayırmış oluruq. Şirələrin meyvə lifi olmadan istifadəsi əksinə qanda şəkər səviyyəsinin yüksəlməsinə, həddən artıq kalorinin, yüksək kalorinin bir dəfəyə qəbuluna səbəb olacaqdır. Bu da bizdə artıq çəkiyə, şəkərli diabet, prediabet hallarının yaranmasına səbəb olacaqdır. Həmçinin liflərdən azad olduğuna görə bağırsaq florasının da həyat fəaliyyəti üçün mənfi təsir göstərəcəkdir və nəcisin formalaşmasına mane olaraq qəbizliyin tədricən formalaşmasına və yaranmasına gətirib çıxardacaqdır. Ona görə də şirəmi, meyvəmi sual versəniz, mən meyvəni və bol miqdarda su içmənizi tövsiyə edərdim. Şirəni isə bəzi xüsusi hallara saxlamaq olar. Diabetli pasientlər üçün ağıllı meyvə varmı? Yəni, mən meyvəni qəbul edim, amma qan şəkəri səviyyələrim düşməsin. Bir də el arasında yayılan miflərdən greyfurt adlı bir meyvənin şəkər səviyyəsini azaltması mövcuddurmu? Məlumdurmu? Məlum olub ki, ağıllı meyvə dediyiniz bir meyvə mövcud deyil və qanda şəkərin səviyyəsini istənilən meyvə qaldıra bilir və hər bir meyvənin öz qlisemik yükü vardır, qlisemik indeksi vardır və o tərkibindəki şəkər miqdarına görə qan şəkər səviyyələrində o cür təsir edir. Sadəcə sitrus meyvələrində, o cümlədən qreyfurtda və turş alma və armud kimi meyvələrdə şəkər səviyyəsi az olduğuna görə bunlar qan şəkər səviyyələrinə digərlərinə baxanda daha az təsir göstərir. Ancaq birbaşa diabetli pasientlər üçün daha xeyirlidir kimi bir fakt mövcud deyildir. Bəzən isə meyvələrin müəyyən dərman maddələrinə qəbul zamanı və ya xüsusi hallar zamanı nəzarətdə olmaları lazımdır. Məsələn, köp və qəbizlik kimi şikayəti olan pasientlərdə almanın, armudun həddən artıq qəbulu köpü və qazı daha da artıra bilər. Bundan başqa, tez-tez turş və şirin meyvələrdən çoxlu miqdarda snack kimi, yəni ara qida kimi istifadə edilən pasientlərdə dişlərdə kalsiyin əmələ gəlməsi sürəti artar. Ona görə də ara qida olmasına baxmayaraq, hər meyvə qəbulundan sonra ağzı yaxalamaq, dişləri yaxalamaq lazımdır. Bəzi meyvələr isə bəzi dərman vasitələrindən də əlaqəyə girirlər və onların təsirinin azalmasına səbəb olurlar. Məsələn, greyfurt kimi meyvə antihipertenziv preparatlarla, yəni təzyiq salıcı preparatlarla və statinlərlə, yəni qan yağlarını azaldan dərmanlarla birlikdə istifadə olunduqda onların təsirini dəyişə bilir və bu zamanda bu meyvələri aşırı şəkildə qəbul etməzdən qabaq mütləq həkiminizlə məsləhətləşməniz lazımdır. Xronik böyrək xəstəliyi olan insanlarda isə kaliumla zəngin olan meyvələrdən ərik, banan kimi meyvələrdən uzaq qaçılmalı və həddi keçməmək lazımdır. Yəni meyvə təbiidir deyib limiti aşmadan gün ərzində tərəvəz və meyvə qarşı olaraq 400 qramı keçmədən istifadə edə bilərsiniz. Sonda sizə nə demək istəyirəm? Meyvələr faydalıdır, dadlıdır, ancaq miqdara nəzarət mütləqdir. Gündəlik dozanı aşmadan, gündəlik qəbul miqdarını aşmadan yesəniz fayda qazanarsınız. Həddən artıq istifadəsi isə bir çox ağırlaşmalar və fəsadlarla sizi qarşılaşdırar. Sonda isə bu videonu meyvəsevər dostlarınızla paylaşmağı unutmayın və onlara xatırladın ki, az miqdarda faydalı, çox miqdarda isə zərərlidir. Özünüzə yaxşı baxın.